Hər kəsə salam dostlar, əziz izləyicilər. Bu gün sizinlə bərabər OTK-nın 9-cu sinif suallarına baxacağıq. Daha çox icra əsaslı baxacağıq ki, məsələlər bizim üçün də rahat olsun. Uşaqlar, ilk öncə yəqin ki, çoxunuz izahlara baxıbsınız, variantlardan xəbəriniz var. Demək, as soon as-dən sonra will gəlməz. İlk öncə bunu bilək və ikinci tərəfdə baxaq ki, left var. Əgər İkinci tərəfdə keçmiş sadə zaman varsa, biz eyni şəkildə bu tərəfə də keçmiş sadə zaman verməliyik. Onun üçün cavabımız olacaq Y variantı. Bu suala baxanda so longdan sonra ilk öncə bir as gəlməli idi. A variantı onun üçün deyil. Longer as, longer bilirik ki, müqayisə dərəcəsidir. As isə adi dərəcədədir, ona görə olmaz. More-la longa heç vaxt yanaşı gəlməz, çünki ya biri gəlməlidir, ya digəri. Long sözü də təkəcəli olduğuna görə özündən sonra yer şəkilçisi qəbul edəcək. Matchdan sonra müqayisə dərəcəsi gəlməlidir, yəni longa olmalıdır. C də getdi, cavab olacaq Y variantı. 58-də baxıram, 58-də görürəm ki, they could not take. Burada not varsa, deməli cümlə inkardır. İnkarda sam işlənməz, no da işlənməz, çünki bir cümlədə iki inkar işlənməz. Anyone-dan sonra isim gəlməməlidir, amma burada passengers var, isim gəlib, onun üçün cavabımız olacaq B variantı. Every niyə olmaz? Çünki everydən sonra tək isim gəlməlidir, amma burada passengers cəmdədir. C variantı bunun üçün olmayacaq. Highest baxıram ki, görürəm ki, bu üstünlük dərəcəsi. Buna görə C article verirəm. Word isə unique noun-dur. Ona görə buna da C article verirəm. Cavabımız olacaq burada B. Burada isə C variantı. Belə. Biraz yaxınlaşdıraq, baxaq. 60-a baxanda isə when var. When-dən hər iki tərəfi bizim təşkil eləməyimizi istəyir. İlk öncə mən qaydanı yadıma salım ki, when-dən sonra have, has, had, will, would işlənmir. Bunu bir yadımıza salaq. Ona görə A variantı gedir, D variantı gedir. Uploaded keçmiş zamandır, watch indiki zamandır, B variantı da olmaz. Uploaded keçmiş zamanı, have indiki zamanı olmaz. Cavabımız olacaq doğru cavab Y variantı. 61-ə baxıram, deyir we have got petrol benzin deməkdir. Petrol sözü neynəmir? Sayılmır. Və biz burada petroldan söhbət getdiyinə görə biz bu tərəfdə eyni şəkildə bizim ehtiyacımız olan nə petroldur. Yəni bura sayılmayan qoyuruqsa, burada deməli sayılmayan isimlə işlənən nəsə qoyacağıq. Deməli, bizim ehtiyacımız varsa, deməli bizdə azdır da bundan. Ona görə match variantları FU-dan sonra isə gələr cəm isim. Ona görə C-də olmaz. Aha, bizim var, burada biz many-də də cəm gəlir, amma biz yenə sayılmayan qoymalıydıq. Onun üçün cavab olacaq 61-də B variantı. Belə bir məsələ. 62-yə baxırıq. Bizdən possessive case sualını istəyir. Özündən sonra biz bilirik ki, apostrof S-dən sonra got, been falan gələndə olmaz. Onun üçün bir çıxırıq. 2-yə baxırıq. And 4-ə baxırıq daha doğrusu. Əgər and varsa və hər ikisinə qoyulubsa, deməli burada brothers olmalıdır. Bu isə olmalıdır have. Yəni cəm xəbər istəyəcək bizdən hər ikisinə aid olanda. 4-ə çıxırıq. Cavab olacaq 2 və 3. Bu da görünür ki, Y variantında özünü göstərmişdir. 63-cü suala keçid eləyək. 63-ə baxırıq. 63-də görürük ki, the news, bizə about var, söz önü var. Söz önüdən bir dənə əvvəlki sözə baxırıq, news sözü. News sözü təşkil olduğuna görə biz tək isim axtarırıq, yəni is, B.
demək, search araşdırmaq deməkdir. Yəni, find something or somebody. Ona görə birə verəcəyik B variantı. Fortune gələcəklə bağlıdır. Şans, yəni insanlar falan. C, yəni şanslı və uğurlu insanların yaşayışı. Bravery də courage sözündən, cəsarət sözündən elə gəlir. 1 olacaq 1-ə B, 2-ə C, 3-ə A. Bu da harada var? Yəni A variantında özünü göstərmişdir. Aha, baxaq 65-ci suala. İlk öncə bilmək lazımdır ki, maydan sonra isim gəlməlidir, amma bu tərəfdə isim yoxdur. A variantı getdi. Her-dən də sonra bir isim gəlməlidir. C-də də getdi. A-dan da sonra isim gəlməlidir. Hələ birinci tərəflərlə tapaq. Burada görürəm yorda da özündən sonra bir isim yoxdur. Burada bir isim yoxdur. Deməli, ikinci tərəfdə isim verməyəcəm. Yordan sonra amma isim gəlməli idi. Getdi. Qaldı 65 B variantı. There to make someone upset by saying or doing rude or unkind. Yəni burada mənfi mənalı söz seçəcəyik. Tərcüməsi ondan ibarətdir ki, deyir, kobud və xoşagəlməz bir şey deməklə kimisə əsəbləşdirmək, qəzəbləndirmək sözdür. Bu da incitmək olacaq, yəni to offend. Gəlin elə bütün hamısının tərcümələrini yazaq ki, bu incitmək deməkdir. Həmçinin biz şualar da götürsün. To please, xahiş etmək. Cough. Öskürmək mənası var. Spread, yaymaq. Sneeze də askırmaq. Demək, bu da belə. 66-da getdiyinə görə keçə bilərik artıq 67-ci suala. Bizdən equivalent, yəni bərabər olan sözü istəyir. Deyir, dünən layihə zamanı bəzi səhvlər etdik. Bu da olacaq did something wrong, yəni A variantı. 67 bizdən antonimlər cərgəsini istəyir. Polite, nəzakətli, rude, kobud. Ona görə biri götürə bilərəm. 2. Raw xam deməkdir. Cook pişmiş. Mən açığı 2-ni də götürərəm. 1 götürək, 2-ni götürək. Diligent çalışqan, hardworking çalışqan. 3 yəni 3 sinonimdir. Major mean ikisi də əsas deməkdir. Bu da sinonimdir. Essential necessary. Bu da hər ikisi də sinonimdir. Onun üçün cavabımız olacaq 1 və 2. Keçək short textlərə. Baxaq. Dear Alex, I want to tell you about environmental campaign held school last week. We cleaned park, cleaned trees and made posters pollution to see everyone working together planet. Your friend Ella. Deməli, ilk öncə bilirik ki, deməli, Ella Alex'e yazıb da bunu. Birinci bunu bir tutaq. Deyir, siz ötən həftə məktəbdə keçirilmiş ekoloji kampaniya haqqında danışmaq istədim. Parkı təmizlədik, ağaclar əkdik, çitlənməklə bağlı plakatlar hazırladıq. Hər kəsin planet üçün birlikdə çalışmağına kömək, ilham verici işlər gördük, deyir. Deyir, Ella Alex'dən kampaniyaya qoşulmağını istəyir. Xeyr, belə bir istəyi tələbi yoxdur, məlumat verir daha doğrusu. Alex plant trees, Alex Ella ilə birlikdə ağaclar əkdi. Yəni, burada da bir yerdə olmayıblar. Bir yerdə olsa, niyə bu məlumatı onunla bölüşsün? Ella didn't enjoy, deyir, həzz almadı, yox. Adam bu işi eləyəndir. Ella felt proud environmental activities. Deyir, Ella ətraf mühit fəaliyyətinə fəxr edirdi. Bəli, deyir. Cavab 69-da D variantı olacaq. Keçək 70-ə. Learn French this summer. Join interviews and fun summer courses and kind and teens.
Our qualified teachers provide interesting lessons and students enjoy cultural activities and game. Visit our site and research. Deyir ki, bu yay fransız dilini öyrənin. Uşaqlar və yeniyetmələr üçün interaktiv və əyləncəli yay kurslarımıza qoşulun. İxtisaslı müəllimlər maraqlı dərslər verir. Şagirdlər isə mədəni fəaliyyətdən və oyundan həzz alır. Qeydiyyatdan keçmək üçün saytımızı ziyarət edin. Bu sayt məsələsi həmişə bu tip testlərdə düşən bir məsələdir artıq. Çox qabağımıza çıxır. Baxaq. Deyir, no registration deyir, yəni registrasiya, yəni qeydiyyata ehtiyac yoxdur. Bu səhvdir. Deyir, does not offer different games, deyir, yoxdur. Oyunlar və ya aktivitələr yox var. Teachers in course are not, deyir, gör nə deyir. Our qualified teachers provide, yəni C də getdi. Students older than, deyir, 18 yaşdan yuxarı, xeyr, burada 6-18 yaşı nəzərdə tutuq. D də getdi, cavabımız olacaq Y variantı. Bu da belə getdiyinə görə, baxaq, yenə bir part-time iş məsələsidir. 71-ci suala. Part-time cashier location City Mart requirements good communication skills and basic maths and customer service experience preferred flexible hours apply a person deyir. Yarım ştat kassier axtarılır. Mart şəhərində deyir, yaxşı ünsiyyət bacarığı, riyazi əsaslar, yəni qısa və müştəri xidmətləri təcrübəsi üstünlükdür, sərbəst iş saatdır, deyir, müraciət edin. Not only full time but also part time workers wanted. Deyir ki, yalnız tam ştatlı deyil, həm də yarım ştatlı, yox. Burada only part time olmalıdır əslində cavab. A variantı ona görə səhvdir. A good math teacher. Qardaş, teacher nədir? Yəni, adam kasiyer axtarır. Sonra there is someone with communication math skills and needed. Deyir, həm riyazi əsaslara, həm də yaxşı kommunikasiya ehtiyacı var. Bəli, cavabımız olacaq C. Burada no səhv olacaqdır. Only students. Əgər only sözünü çox yerdə görsəz, cavablar səhv olacaq. Burada da cavab C variantı olmuş oldu. Keçək mətnimizə, arkadaşlar, görək mətnində məsələlər nə yerdədir. In the future, more people around the world speak Hindi, French, and Arabic. This language will become more important because population grows, travel, and international work. In India, many people already speak Hindi, and it will be even more important. School, jobs, and media. French is used in many African countries' education and government, so it will continue to spread. Arabic will also grow because countries like Egypt and Saudi Arabia strong influence business and culture. Deyir, gələcəkdə dünyanın daha çox İnsanın hindi, fransız, ərəb dillərində danışacaq. Bu dillər əhali artımı, səyahət və beynəlxalq iş səbəbindən daha vacib hala gələcək. Hindistanda bir çox insan hindi dilində danışır və məktəblərdə, iş yerlərində, mediada daha vacib olacaq. Fransız dili bir çox Afrika ölkəsində təhsil və hökumət üçün istifadə olunur. O sömürgələr məsələsi falan var, yəni tarixdə bilirsiniz yəqin ki. Buna görə də yayılmağa davam edəcək. Misir və Səudiyyə Ərəbistan ölkə biznes mədəniyyətinə güclü təsir olduğu üçün ərəb dilində inkişaf eləyəcək. Sonra görək nə deyir. Language change not only because history, but also because of modern life, technology, and global communication learning. More than one language will help students and workers in the future. People who know several languages and can communicate, people easily work with international teams, understand other cultures. Students who start learning languages early will have more opportunities later. Companies will prefer workers who can speak more than language, so language skills will be very important for future jobs and education. Deyir, dillər təkcə tarixə görə deyil, həm də müasir həyat, texnologiya, qlobal ünsiyyətə görə dəyişir. Birdən çox dil öyrənmək gələcəkdə tələbələrə və işçilərə kömək eləyəcək.
Bir neçə dil bilən insanlar asan ünsiyyət qura, beynəlxalq komandalarda işləyə biləcək və digər mədəniyyətləri başa düşə biləcəklər. Digər dilləri erkən öyrənməyə başlayan tələbələr daha sonradan daha çox imkanlara sahib olacaqlar. Şirkətlər birdən çox dillə danışa bilən insanlara üstünlük verəcək. Buna görə dil bacarıqlarını gələcək işlərdə təhsil üçün çox vacib olacaq. Yəni burada da ingilis dilinin biz əhəmiyyəti və önəmini görmüş oluruq. Gəlin keçək suallarımızın izahına. There in the future will be... Bu nədir? Aha. Baxaq. Baxın, ilk öncə qayda olaraq dedim ki, incə only olan cavablar səhv olur. Hələ tərcümə eləməmiş. Mən 3-ün birbaşa doğru olduğunu görürəm. They need to learn than one language. Deyə birdən çox dili öyrənməyə ehtiyac olacaq. Bəli, 1. 3-ü də bayaqlar dedim. A variantı doğru variantım oldu. Deyir, mətn nə haqqındadır? Mətn dil öyrənməyin əhəmiyyətindən falan danışırdı da. Və yaxud da ola bilər ki, burada gələcəkdə olan dillərin vacibliyi falan filan. Vaxt görə deyir, tendency to important world language. Deyir, mühüm dünya dillərinə olan meyl və s. belə bir şey də ola bilər. 10-cu cavab olacaq D. 74-də bizdən səhv cavab istəyir. Deyir, əhali artımı dilin daha çox istifadəsinə səbəb olur. Bu düz doğru bir şeydir. Onun 74-də A variantını götürmərəm. 75-ə baxıram, some language will grow more in the future. Deyir, bəzi dillərdə gələcəkdə daha çox inkişaf edəcək. Bu da doğru bir fikirdir. Knowing language will be crucial for future jobs. Deyir, dil bilmək gələcəkdə iş üçün daha vacib olacaq. Düzdür. Deyir, French is spoken African country for different reasons. Bəli, bu da doğru fikir ki, Afrika ölkələrində fransız dilində müxtəlif səbəblərdən danışılır, government falan dedik. Learning only, yəni only language will be enough future success. Deyir, gələcəkdə uğur yalnız bir dil öyrənməklə kifayət edəcək. Xeyr, cavab olacaq ki, Y variantı. Deyir, why Arabic become more important? Deyir, ərəb dili niyə vacib hala gəlir? Çünki 75-ci sualda nə deyir? Ərəb dili niyə vacibdir? Because country spread in India. Deyir, Hindistana yayılmağa davam etdiyi üçün xeyr. Egypt, Saudi Arabia has significant influence world business. Bəli, bizneslərdə istifadə olunur, vacib. Onun üçün cavab olacaq B variantı. Bir neçə deyəsən, bir dənə sual qaldı. 76-cı sual. Deyir, which statements of true according passage? Deyir, Hindi will come with important schools in India. Bəli, məktəblərində istifadə olunur. Onun üçün biri götürə bilərəm. Companies will be need workers. Deyir, müxtəlif dilləri bilənlərə şirkətlərdə ehtiyac duyulur. 1-2 doğru cavabdır. Burada deyir, disavantaj da çox dil öyrənmək ona görə. All the important language deyir, çox vacib dillər Avropadan gəlir. Amma biz nə dedik? Arabik dedik, mətndə var idi. Hind dili dedik var idi. Onun üçün, yəni hamısı Avropadan gəlmir. Yoldaşlar, dinlədiyiniz üçün, izlədiyiniz üçün sizə təşəkkür edirəm. İzahımız bu qədər idi. Gəlin sizə burada esseni də göstərim ki, esseni də özünüz, öz təxəyyülünüzə uyğun yaza bilərsiniz. Sağ olun, salamat qalın.